Rabbil alemin sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabi ecmaîn. Dünyada her o şey ki natəmizdir, natəmiz olan şeyler təmiz şeylerden paket çıxarmağı şəriətimiz əmr edir. Yəni ki, paket çıxarılmalı şey əslində necisdir, mundardır. Paket çıxaran şey ise o təmiz şeydir ki, məsəl ki, bir insan bulaşmış olsa sunan ətini yuyur ki, təmizlənsin deyənə. Və yaxud da ki, səhvlana deyibsə, torpaqla təmizləyir ki, paket çıxsın deyənə. Çünki 1000 dəfə sunanda yoxsa pak olmaz. 6 dəfə sunan, bir dəfə torpaqla yuyulmalıdır, itlə, donuz deyən yer. Bu şər'i hökmlərdir. Amma insanın mənəviyyatı, mənəvi necisə batanda, günaha batanda onu neyle təmizləmək lazımdır? Buyurur ki, alimlərimiz İğsulu ərba'a bi arba. 4 şeyi 4 şeylə yuyundur. Nədir? İğsulu vucuhakum bidumu'in nədəmi. Üzlərinizi peşmançılıq gözyaşları ilə yuyundur. Müminin sifətidir. Mümin təkcə namaz qılmaq deyil. Məsələn, bu namaz qılanlar ki, biz ki var o, mən başda olmaqla. Ha vaxt məsələn, Allah qorxusundan axırıncı dəfə ağlamışıq. Bizim möminliyimiz bundan bir. Amma burada deyir ki, alimlərimiz İğsulu vucuhakum bidumu'in nədəmi. Üzlərinizi peşmançılıq gözyaşları ilə yuyun. Peşmançılığı o qəlbinizdə olan günahı. Gözümüzdən Allah qorxusundan axan göz yaş üzümüzdən axanda o həm də qəlbimizin günahlarını silir. Vəğsulu əlsinətəkum bizikri xaliqikum. Yuyun deyir dilinizi Allah-u Teala'nın zikrinə. Çünki hər gün deyir dil yalvarır, baş yalvarır dilə ki ağzına gələn danışmada sən danışırsan qapaz mənə deyir. Baş yalvarır dilə. Peyğəmbər Əleyhisselam buyurur ki, qiyamət günündə cəhənnəmdə ən çox əzab çəkən əza dil olacaq. Bu dili təmizləmək üçün, bu göz var, qulaq var, bu qədər əzalar var da günah işlənir. Amma ən çox günah işlənən dildir. Dili təmizləmək Allahın zikirləndir. Həm dil təmizlənir, həm də ki, o biri əzalar da zikir olunmağa iştirak elədiyindən zikirə vərdiş olur və daha da təmizlənir. Üçüncüsü, vəğsulu zunubakum bit-tavba. Günahlarınızı təmizləyin tövbə eləməklə. Tövbəkar olun, günahlarınız təmizlənsin. Buyurun 3 dəfə tövbə deyək. Tövbə estağfirullah, tövbə estağfirullah. Bilər bilməz, aşikar, gizliyin, keçmiş, gələcək, kiçiklik, böyüklük. Bütün günahlarımızı Allah-u Teala tövbə edib, bağışlasın, əfv eləsin. Amin. Və dördüncüsü, İğsulu qulubakum bi xəşyətillah. Qəlblərinizi də Allah-u Teala'nın qorxusu ilə yuyun. Bir günahla üzbəüz gəlirik və nə ola bilər? Biz onu işləyə bilərik, günahı işləməyə də bilərik. Əgər biz Allahın qorxusundan, o günahdan əl çəkiriksə, həmin o qorxu əslində bizim günahlarımızı yuyur, həmin qorxu. Qəlbimizi yuyur, paket çıxartır. Çünki qəlb Allah Teala'nın aynasıdır, güzgüsüdür. Biz ona çirkli tutanda Allah bizim qəlbimizə baxmır. Baxır, orada pis şeylər görür. İstəyiriksə ki, Allah Teala qəlbimizə baxsın və baxanda orada özünü görsün. Allahın qorxusu ilə qəlbimizi yumaq lazımdır. Olur da həyatdır. Görürsək, həyatda cürbəcür hadisələrlə, günahlarla rastlaşırıq. Gözümüz ilişir, qulağımız ilişir, dilimiz ilişir, əlimiz ilişir, ayağımız ilişir. Deynəməliyik, həmin o günahlarla rastlaşanda, günahı işləməmişdən gerək ki, tövbə eləyək ki, daha doğrusu Allahdan qorxaq ki, Allah Teala günahlarımızı əfv eləsin, qəlbimiz pakə çıxsın. Amin. Subhaneke la ilme lena illa ma allamtana innekel alimul hakim ve ahir da'vahan elhamdülillahi rabbil alamin. El-Fatiha. Bulmak istersen yâri, gel zikredelim hak.